olsun hacılar, bir ailədə cəmi bir nəfər haqqı görə bilir, amma eyni qan, eyni candılar. O bir nəfərin qəlb gözü açıqdır, amma digərlərinin yox. Bunun əsas səbəbi nədir? Əsas səbəbi insanın özü, Hı -hı. özünün əməlləri, özünün seçimləri, özünün etiqadı, əqidəsi, iradəsi. Vəl-əsr innəl insanə ləfî xusur. And olsun zamanəyə, problem zamanədə deyil, insandadır. İnsandır ki, get-gedə qəlbinin gözünü kör eləyir. Sümmə qəsət. Allah Quranda buyurur, qəlbləri daş-daşdır. Sümmə, sonra daş-daşdır. Qəlb daş deyildi ki, insan etdiyi əməllərlə daş-daşdır, səhvləri ilə. O qədər hadisələrdən ibrət almadı ki, artıq ibrət alan gözü yoxdur, kör olub. O qədər nəsihətlərə dinləmədi ki, nəticə çıxartmadı ki, axır nəsihət alan qulağı yoxdur. Summun, bukmun, umyun olub artıq kar, kör, lal. Ləv əlimə fihim xeyrən ləsməhum. Allah deyir, daha mən üstə xeyir görməyəm deyən, ona görə eşitdirmirəmsə heç neyi. Müşkil bəşərin özündədir. Bəşər əgər boyuna düşənləri icra eləyə bilsə, onu da qəlbinin gözünü açarlar. Onu da eşitdirərlər haqq kəlmələri, haqq sözləri.